Peyğəmbər hicrət eləyib Məkkədən Mədinəyə. Əliyə deyir, yerimdə yat. Və mənim ailəm qalsın burada, onları sən gətir. Borclarımı ödə, sonra ailəm sənə əmanətdir. Fatimə Zəhra da orada qalıb. Peyğəmbər özü çıxıb Məkkədən. Həzrət Əli yatır Peyğəmbərin yerində. Səhəri borclarını ödəyir. Ondan sonra kiçik karvanla Peyğəmbərin yaxınlarını götürür, Fatimə Zəhranı da götürür, gəlir. Müşriklər deyir ki, Peyğəmbərin ailəsi buradadır, gedək əsir götürək, Peyğəmbər qayıtsın, niyə imkan verək çıxsınlar? Kiçik dəstəklə Əli əleyhissalam hərəkət edir. Əli də cavandır, cavan vaxtlarıdır. Gəlirlər, hücum edirlər Əlinin bu balaca karvanına ki, Fatimə Zəhra da oradadır. Mühasirə edirlər, Əli əleyhissalam qılıncı çəkir, elə hücum edir onlara ki, hamısı qaçır gedir. İmkan vermir xanım Zəhraya yaxınlaşsınlar. Hələ evli deyirlər. Əli qılınca əl atır, heç kəs cürət eləmir Fatiməyə yaxınlaşsın. Əlinin əl qolunu bağlayan bir şey var. Yoxsa kim cürət eləyər? Həzrət Əli gəldi xanım Zəhranın yanına. Dedi, ey Peyğəmbərin qızı, qorxmadınız ki, cavaba bax. Dedi, ya Əli, sənin yanında olan adam heç nədən qorxmaz. Sənin yanında olan adam arxain olar. Ondan sonra Əli bilirsiniz neynədi? Miniyə minmədi. Gəldi, yapışdı Həzrət Zəhranın dəvəsinin yüyənindən ayaq yalın Mədinəyə qədər. Miniyə minmədi. Peyğəmbər Mədinənin qapısının ağzında çadır qurub. Oturub deyir, Əli gəlməsə, Fatimə gəlməsə Mədinəyə girmərəm. Uzaqdan gördü ki, gəlirlər. İkisi də ürəyinin parçasıdır. Peyğəmbər qaça-qaça çadırdan çıxdı ayaq yalın Əlinin pişvazına. Əli gəldi iftixarla, ehtiramla, hörmətlə, ya Rəsulallah, əmanəti gətirmişəm. Peyğəmbər ağlaya-ağlaya Əlinin ayaqlarına baxır. Ya Rəsulallah, əmanəti salamat çatdırdım, bəli canım sənə fəda olsun.